dinleyen hər kəsi salamlayıram candan. Azərbaycan Demokrat Firqəsinin 78-ci il dönümü haqqında danışmaq böyük bir onurdur. Mənim bugün danışığım sizin də işarə elədiyiniz kimi Azərbaycan Demokrat Firqəsinin söyləmində radikal çoxulculuq və demokratik yurttaşlıq üzərinədir. Bildiyiniz kimi Güney Azərbaycan 20-ci yüzyılın başlarından etibarən siyasi, kültürel və toplumsal dəyişimlərin qarmaşıq hörgüsünə səhnə olmuşdu. Özəlliklə 1940-ların ortalarında bölgədə yüksələn demokratik hərəkətlər, özərkilik tələbləri və uluslararası siyasi etkiləşimlər Azərbaycan tarixində bəlirgin bir izlər buraxdı. Ancaq İranın rəsmi tarix anladısı və ya rəvayəti bəlirli bir perspektivə dayandığından dolayı bu dinamik dəyişimləri və dənəyimləri görməzdən gəlir. Etnik siyasətlərin və assimilasyon stratejilərinin İrandakı çeşitli millətlərin yaşamlarını necə etkilədiyi, özəlliklə türklərin kimliklərini qoruma mücadiləsi ilə iç-içə geçmiş bir hekayədir. İranda ortaya çıxan ırq təməlli milliyyətçilik isə bir qrupun üstünlüyünü vurğulayaraq başqalarının görməzdən gəlmə əyilimdəki rəsmi ideoloji ilə güclənmişdi və bir çox mücadilənin, toplumsal və siyasi mücadilənin təməlini oluşturmuşdu bu anlayış. Dediyim kimi Azərbaycan Demokrat Firqəsi bölgədəki muxtariyyət arayışlarının önəmli bir figürü olmuşdur. Toplumun əzilən sınıfları və kəsimlərinə, özəlliklə qadınlara seçmə və seçilmə haqqı tanınaraq siyasi qatılımın etkin şəkildə artırılması, azınlıqların siyasi və kültürel haqlarının tanınması, yerel yönetimlərin dəstəklənməsi və kültürel çeşitliyə sayğının vurğulanması kimi atılımlar toplumsal yapıda eşitlik əsaslı bir dönüşümün təməllərini atmışdı. Bu demokratik açılımlar Azərbaycan Demokrat Firqəsinin radikal çoxulculuq və demokratik yurttaşlıq anlayışını gücləndirmişdir. Firqə fərqlilikləri zənginlik olaraq görmüş və hər bireyin eşit haqlara sahib olduğu bir toplum idealını savunmuşdur. Bu reformlar, yəni firqənin iktidarda olduğu dönəmdə gerçəkləşdirilən reformlar Azərbaycanda demokratik dəyərlərin yaygınlaşmasına önəmli qatqılar sunaraq demokratik yurttaşlıq qavramının toplumun hər kəsiminə yayılmasına və onların siyasi sürəclərə daxil olmasına olanaq sağlamışdır. Bizim radikal çoxulculuqdan qəsd elədiyimiz burada əsasda toplumun çeşitliyini, fərqli görüşləri və kültürləri qəbul edərək bu fərqlilikləri bir arada barındırma və dəyərləndirmə becərisidir. Azərbaycan Demokrat Firqəsinin siyasətləri Azərbaycanda çoxulculuğun və toplumsal fərqliliklərin qəbul edilməsinə dayalı bir yaxlaşım sərgilənmişdi. Bu siyasətlərin təməlində sosial ədalətin artdırılması, eşitlik və fürsət eşitliyinin sağlanması yatırdı. Azərbaycan Demokrat Firqəsi toplumun hər kəsimini eşitlikçi və adil bir, yəni Azərbaycan Demokrat Firqəsinin toplum təxəyyülündə toplumun hər kəsiminə eşitlikçi və adil bir yapı sunmayı hədəflərkən çoxulculuğu dəstəklədi əsas bir ilki olaraq və parti fərqlilikləri qəbul edib xoşgörüyü təşviq edərək Azərbaycan toplumunun daha adil, eşitlikçi və xoşgörülü bir ortamda gəlişməsinə qatqıda bulundu. Özəlliklə azınlıqların haqlarının qorunması, dini xoşgörü və tolerans kimi konular və məsələlər Azərbaycan Demokrat Firqəsinin
politikalarının ve siyasetlerinin merkezinde yer almıştı. Parti torpaq reformundan işçi haklarına, eğitim reformlarından ekonomik tədbirlərə qədər geniş bir yelpazədə çeşitlikçi və çoxulcu siyasətləri mənimsəyərək toplumsal ədalətin e, yenidən inşası və fürsət, yəni fərqli toplumsal qatmanların arasındakı fürsət eşitliyin sağlanması üçün çaba göstərdi və bu çərçivədə ekonomik krizlə mücadilədə alınan önləməsiyə geçişə qədər bir çox alanda yenilikçi siyasətlərin başlanğıcı oldu Azərbaycan Demokrat Firqəsi. Biz Pişvərinin, yəni o dönəm Azərbaycan Demokrat Firqəsinin lider kadrosundan Pişvərinin görüşlərinə baxsaq, Pişvəri bunu agirdə bu şəkildə ifadə edir. Yəni Azərbaycan Demokrat Firqəsinin ortaya çıxış səbəbini anlattığı zaman deyir ki, İranda toplumsal sınıflar bir-birindən çox uzaq deyirlər. Pişvəri bunu agirdə yazır 1944-də. Özəlliklə işçilər, kəndlilər, kiçik sənətkarlar kimi alt sınıflar bir çox durumda bunların ortaq çıxarları var. Bu nədənlə İranda kəlmənin tam anlamıyla sınıf təməlli bir siyasi partinin oluşmasının zəmini yoxdur. Yəni burada firqə sınıfsal bir mücadilə deyil, tamamen milli bir mücadilə, yəni toplumun fərqli kəsimlərini qucaqlayan bir siyasəti əsas alır. Bu anda bu ölkədə, yəni İranda yuxarıda zikr edilən ortaq çıxarları gözətərək bu sınıfların çıxarlarını qorumaya hədəfləyən parti ya da partilər böyük olasılıqla başarılı olacaqdır. Bu Azərbaycan Demokrat Firqəsinin əsas ortaya çıxışını hazırlayan bir teorik bir çərçivədir ki, Pişvəri bunu agirdə ortaya qoyur və daha sonraki dönəmlərdə biz bunun yansımasını onu Şəhrivər bəyannaməsində görürük. Pişvəri, Şəbistəri və Badıqan kimi Azərbaycan Demokrat Firqəsinin ilk deklarasyonunu imzalayanlar bəyannamədə hər hansı bir sınıf ayrımına hətvdə bulunmadan bəyannamənin ən geniş toplumsal spektrumu təmsil etməsini amaclayaraq bilincli bir şəkildə hərəkət edirlər. 3 Eylül 1945-də, yəni 13 Şəhrivər bəyannaməsinin yayıldığı tarix, Təbrizdə yayınlanan bu deklarasyonda, yəni farsça və türkçə olmaq üzrə bəhs edilən bu üç nəfərlə birlikdə bəyannaməni imzalayan 28 nəfər arasında torpaq sahibləri, tacirlər və üst kəsimdən insanlar da var. Yəni toplumun bir çox kəsimi sırf yəni bəlli bir sınıfı, işçi sınıfı deyil, toplumun orta sınıfı və toplumun üst sınıfı da bu bəyannamənin imzalanması və yayınlanmasında da aktiv bir rol oynayır. Ayrıca bu o dönəm Azərbaycan toplumunun fərqli biləşənlərinin də Azərbaycan Demokrat Firqəsinin çatısı altında birləşməsinə dair də Pişvərinin belə bir dəyərləndirməsi var. Bir də firqə gərək Azərbaycan xalqı ilə yanaşı milli mübarizə aparan başqa millətlər ilə birlik yaratsın. Milli hökumətimiz milli əsarətə yol verməyəcəkdir. Öz millətimizin azadlığını istədiyimiz kimi özgə millətlərin də azadlığına imkan verməliyik. Bu millətlər gərək Azərbaycanda tam mənası ilə azad yaşayıb, öz milli dillərində milli işlərini idarə etsinlər. Yəni, firqənin muxtariyyətdən və özərklikdən ortaya qoyduğu anlayış sadəcə Azərbaycandakı türkləri deyil, Azərbaycanda yaşayan başqa etnik qrupları da ehtiva eləyir. Maarifimiz demokrasi proqramı üzəri ilə inkişaf etməlidir Pişvərinin dediyinə görə. Azərbaycandakı Kürd, Erməni və Asori kimi əqəlliyyətlər də əqəlliyyətdəki qardaşlarımız bizim azadlığımızdan eyni hüquq ilə bərxurdar olacaqlar. Onlar da öz milli və ictimai işlərində bütünə azad yaşayıb məktəblərində öz ana dillərində təhsil edəcəklər. Ruznamələri, tiyatroları öz dillərində olacaqdır.
Bir başqa yerdə Pişəvəri Azərbaycan Demokrat Firqəsinin yapısına ilişkin belə bir bəyanı var. Bütün Azərbaycan Xalqı Demokrat Firqəsinin bəziləri fikir edir ki, bütün Azərbaycan Xalqı Demokrat Firqəsinin üzvü olmalıdır. Bu olası deyil. Cürbəcür ictimai fikirlər var. Bu olası kəlməsi də ilginc bir kəlmədir. Pişəvərinin o dönəm o dil anlayışını da buradan diqqətə ala bilirik. Bu Pişəvərinin o dönəm bu fərqli qaynaqlardan görüşünün də dəstəkləndiyini, fərqli qaynaqları da gözdən keçirdiyini təxmin eləyə bilirik. Mümkündür bəzi adamlar fikir etsinlər ki, hamı firqə üzvü olmalıdır. Firqə üzvü olmayan adam mürtəcidir. Əlbəttə bu fikirlər düzgün deyil. Çünki insanlar cürbəcürdür və müxtəlif fikirləri var. Mümkündür bir nəfər öz famili və şəxsi rahatlığına olan əlaqə nəticəsində firqə hövzələrində ya cələsələrində şirkət etməkdən çəkindiyi üçün firqə üzvü olmasın. Bəli, ictimanın digər qismətində öz xidmətini xalqdan əsirgəməsin. Yəni, bu Pişəvərinin də yazılarında, düşüncəsində gördüyümüz kimi Azərbaycan Demokrat Firqəsinin yapısı çox mütəxəssir bir yapıdır. Yəni, burada hər hansı bir zorlamadan və məcburiyyətdən uzaq, toplumun fərqli kəsimlərini, fərqli Azərbaycan toplumunun fərqli biləşənlərini, fərqli əczalarını qucaqlayan bir düşüncə biçimi ortaya qoymuşdu. Başqa bir məsələ bu demokratik yurttaşlıq və toplum idealıdır ki, bunu Azərbaycan Demokrat Firqəsi başlatdığı demokratik devrim hərəkəti ilə məşrutiyyət devrimindən bu yana gündəmdə olan, ancaq bir şəkildə gerçəkləşmə şansı olmayan bir sürü tələbə həyata keçirmə amacını daşıyır. Dediyim kimi, yuxarıda işarə elədiyim kimi işçi haqlarından torpaq reformuna, qadın haqlarından siyasi qatılımın artırılmasına qədər bir çox konu Azərbaycan Demokrat Firqəsinin əsas hədəfləri arasında olur. Pişəvəri bunu bu şəkildə ifadə edir. Demokratlıq ən mütərəqqi və ali bir fikirdir. Biz onu tam mənası ilə həyata keçirməyə çalışmalıyıq. Biz var qüvvəmiz ilə çalışacağıq ki, millət əfradının hamısı dövlət işlərinə müdaxilə edə bilsin və hər bir fərdin iradəsi məmləkətin müqəddəratına müəssir olsun. Bundan əlavə qabağımızda böyük islahat durmuşdur. Əvvələn kəndli ilə ərbablar arasında tolid olmuş ixtilaflara adilanə bir tərz ilə həll rəf etməliyik. Sonra fərhəng Behtaş məsələsi bizcə ən böyük məsələlərdəndir. Fərhəng və Behtaşsız bir millət öz istiqlal, həyat və azadlığını sağlaya bilməz və ya saxlaya bilməz. ADF-nin Azərbaycan Demokrat Firqəsinin çabaları geniş çaplı bir sosial dönüşüm və toplumsal uyumun gəlişməsini amaclayırdı. Siyasətlərə toplumun bütün kəsimlərinin haqlarını və fərqliliklərini qəbul edərək daha qapsayıcı və dayanışma içində bir gələcəyə doğru bir adım atılmasını sağlamaq üçün təsərrüflanmışdı. Bu siyasətlər Azərbaycanın sosial yapısını gücləndirmə və toplumsal uyumu artırma konusunda önəmli bir təməl olmuşdu. Azərbaycanda xalqın siyasi qatılımı artırmaq amacı ilə gerçəkləşən seçim reformları İran tarixində bir ilki təmsil etmişdi. Qadınların aday olma haqqı kimi reformlarla birlikdə siyasi sürəcə daha artıq qatılım sağlama amacı güdülmüşdü. Bu adımlar toplumun fərqli kəsimlərindən insanların siyasi sürəcə etkin bir şəkildə qatıla bilmələrini təşviq etmə amacını daşıyırdı. Pişəvəri bunu bu şəkildə ifadə eləyir. Biz məclis intixabatında qadınlara seçilmə haqqı verməklə böyük qədəm götürdük. Biz Tehran ilə danışanda da şərt etdik ki, bu qanuni layihə surətində məclisə verilsin və təsdiq olsun. Biz cavanların intixabat hüququnu 27 yaşından 21 yaşına tənəzzül verdik və qanun keçirdik ki, Azərbaycanın məclisdə 42 nümayəndəsi olsun.
Bir başqa məsələ Azərbaycan Demokrat Firqəsinin ekonomik addımları və torpaq reformu idi ki, bu ekonomik addımlar əsasda e, Azərbaycan iqtisadını canlandırmaqla əlaqəli idi. Bildiyiniz kimi 1945-də yəni firqənin qurulması ili ilə bərabər yəni Azərbaycan böyük bir krizlərlə baş-başa idi. Sadəcə Azərbaycan deyil, İran hər yerində böyük bir iqtisadi kriz vardı. Yəni ölkənin işğal olması ilə bərabər əməl keçim mallarının tədarükündə yaşanan sıxıntılar, ayrıca ölkənin qaynaqlarının savaşan tərəflərin ehtiyaclarına doğru sərf olması bu Azərbaycanda böyük bir iqtisadi krizə yol açmışdı. Bizim bildiyimiz o dönem əlimizdə olan verilərə görə 1941-43 arasındakı o verilərə görə yaşam maliyyəti Azərbaycanda %400'lük bir artış göstərmişdi. Dolayısıyla Azərbaycan Demokrat Firqəsinin əsas icraatlarından birisi o dönem Azərbaycanın ekonomisinin canlandırılması olmuşdu ki, bu doğrultuda fabrikaların, yəni qapadılan fabrikaların yenidən açılması, yenidən fəaliyyətə keçirilməsi, daha sonrası dövlətin təməllükündə olan bir çox malın, bir çox fonun tarım sektörünə və alanına axtarılması, o bir şəkildə tarım sektorunun canlandırılması və başqa bir məsələ Azərbaycan Demokrat Firqəsinin ekonominin, iqtisadın canlandırılmasına ilişkin başlatdığı icraatlardan birisi Azərbaycanda torpaq reformuydu. Bu torpaq reformu daha çox məşrutiyyət inqilabından etibarən İrandakı bütün demokratik siyasi qüvvələrin gündəmində olmuşdu, amma bir şəkildə yəni Məşrutiyyət Məclisinin, Məşrutiyyət dönəmindəki reform hərəkətinin başarısız olması, daha sonrası Zaşat dönəmi sərmayə sahiblərinin, torpaq sahiblərinin siyasi gücü bir şəkildə əllərindən buraxmaması nəticəsində torpaq reformuna ilişkin bütün icraatlar, bütün tələblər nəticəsiz qalmışdı. Ona görə Azərbaycan Demokrat Firqəsinin əsas reformlarından birisi torpaq reformu idi ki, bu torpaq reformu da iki şəkildə olmuşdu. Birincisi böyük torpaq sahiblərinin, firqə qarşıtı torpaq sahiblərinin torpaqlarının müsadirə olması və kəndlər arasında dağıdılması. İkinci məsələ dövlətin təməllükündə olan torpaqların kəndlər arasında dağıdılması. Üçüncü məsələ də bu kəndli ilə torpaq sahibləri arasındakı bir müsalihənin, uzlaşının sağlanması doğrultusunda kəndlərin hasaddan, məhsuldan olan payının yüksəldilməsi olmuşdu. O dönemdə yapılan Azərbaycan Milli Məclisinin aldığı Ocaq ayında, 8 Ocaqda aldığı qərarlar doğrultusunda, yəni o dönemin Azərbaycandakı torpaq yapısına da baxsaq, %80'i böyük torpaq sahiblərinə aiddir, %12'si dövlətə aiddir və firqənin aldığı qərarlar nəticəsində 1 milyondan artıq işçi, 1 milyondan artıq kəndli torpaq sahibi ola biləcəkdir. Yəni 437 kəndə aid ərazilər ilə, yəni o dönemin firqənin aldığı qərarlara görə dövlətə aid 373 kəndin ərazisi 1 milyondan artıq
kəndlinin arasında paylaşıldı. Bu çərçivədə toplamda 380 min hektarlıq bir ərazinin ücretsiz olaraq kəndlər arasında dağıdılması və bu siyasətlərin nəticəsində Azərbaycan toplumunun, Azərbaycanlı ailələrin, yəni ailə başına 3 ila 5 hektar arasında torpaq sahibi olması öngörülürdü. Və dediyim kimi başqa bir məsələ də, yəni Firqənin Azərbaycandakı kənd ekonomisi, kənd həyatını canlandırma, tarımı canlandırma doğrultusunda attığı əsas addımlardan birisi bu ortaqçılıq sisteminin dönüşdürülməsi və dəyişdirilməsidir ki, bunun nəticəsində də Azərbaycan kəndlisinin rəfahında gözlə görülür bir gəlişmə olmuşdu. Bir başqa məsələ də bu yerel demokrasinin canlanması, yereldən bir demokrasinin inşası və oluşturulmasıdır ki, bu da seçim reformları ilə oldu. Dünən də biz bunu bəhs elədik ki, Azərbaycan Demokrat Firqəsinin başlatdığı seçim məşrutiyyət tarixindən etibarən İranda gerçəkləşən gerçək mənada ilk seçim, yəni ondan öncə də seçim olur, amma məşrutiyyət dönəmindəki istər seçim olsun, Rza Şah dönəmindəki istər seçim olsun, bu seçimlər bəlli bir kəsimləri, bəlli bir sınıfları şamil olur, bəlli bir sınıflara aday olma haqqı, bəlli bir sınıflara oy haqqına sahib olmasını buyurun. 5 dəqiqə tanımlayır. Ancaq Azərbaycan Demokrat Firqəsinin, Azərbaycan Milli Məclisinin aldığı qərarlar nəticəsində 213 yerləşim yerində olan Azərbaycanlının, yəni 213 şəhər və yerləşim yerində gerçəkləşən seçimlər nəticəsində 5971 nəfər bələdiyyə məclislərinə seçilir. Əyalətdən vilayətə, vilayətdən ta kiçik yerləşim yerlərinə qədər bu təmsil orqanlarında olan seçimlərə görə 1946-da 39 min təmsilci seçilir. Yəni bu seçim orqanlarında yer alır, bu məclislərdə yer alır və bunun nəticəsində biz bunu deyə bilirik ki, doğuda, şərqidə görülməmiş geniş qatılımın və seçilmiş orqanlarda yer alma, yəni təmsil olma böyük bir potansiyelin və böyük bir qabiliyyətin olduğunu görürük ki, bu doğuda dediyim kimi ilk örnəklərdən biridir. Başqa bir məsələ Firqənin dil politikaları və kültürel yenidən doğuşdur ki, bu da Türkiyənin rəsmiləşməsi ilə olur. Azərbaycan Dövlət Universitesi, Təbriz Universitesinin qurulması ilə olur. Ki, dünən də Sayın Toğrul Atabay buna işarə elədi. Türkiyənin rəsmi qurumlarda, Türkiyənin kültürel qurumlarda rəsmiyyət tapması, bilginin dili olması, bunlar hamısı Firqənin başlatdığı bir il içində gördüyü icraatların nəticəsində ortaya çıxmışdı. Əsasda bu şəkildə mən toparlarsam Firqənin başlatdığı reformlar, Azərbaycan Demokrat Firqəsinin gerçəkləşdirdiyi devrimlər 3 məsələ üzərində odaqlanmışdı. Bir, siyasi gücün eşit bir şəkildə dağıdılması, bütün sınıfların arasında toplumu oluşduran bütün kəsimlərin arasında bu siyasi gücün dağıdılması məsələsi idi ki, bunu dediyim kimi o seçim yasalarındakı o yaratdığı o reformlarla gerçəkləşdirə bildi. Bir başqa məsələ sərvətin dağıdılması idi ki, bu mülkiyyət yapısı, yəni sahələrindəki o dəyişikliklər, torpaq reformu ki, bunun bariz örnəyidir. Yəni bu sərvəti tək əlində tutan, əlində tutan və sərvət üzərindən bu sərmayəni
əlində tutması, tək əlində tutması nəticəsində toplumda o sınıfsal dəyişimə izin verməyən kəsimin əlindən bu sərmayəni alıb toplumun genelinə yaymaq. Bir başqa məsələ fürsətlərin dağıdılmasıdır ki, bu fürsətlərin dağıdılması da toplumun səssiz, toplumun dünə qədər idarəyə, yəni pişvərinin təbiri ilə öz müqəddəratına hakim olmayan, qədərinə hakimiyyəti olmayan, söz haqqı olmayan, səsi olmayan sınıfların, kəsimlərin, bireylərin iradələrinin idarəyə yansımasının yolunu açmaqla bərabər bir fürsət eşitliyinin sağlanması idi Azərbaycan Demokrat Firqəsinin başlatdığı reformlar və icraatlar.